Salam. Bugün kinin bağlayıcı yoxsa ədad olduğunu vurğulayacağam. Demək, əvəzlik üstəgəl ki olarsa, ədad, yəni qüvvətləndirici ədad olur. Bilirsiniz ki, ədadın iki məna növündə işlənir. Bir, sual ədadı kimi, bir də qüvvətləndirici ədad kimi. Əvəzlikdən sonra gəlirsə ki, bu zaman qüvvətləndirici ədad kimi çıxış edir. Sözün sonunda gəlib sual işarəsi qoyulursa, bu zaman sual ədadı kimi çıxış edir. Mən sənə yazdım ki, olanları biləsən. Yəni xəbərdən sonra gələn ki və özündən sonra həmçində vergül var. Bu zaman bağlayıcı olur. Yəni bağlayıcı sözləri və cümlələri bir-birinə bağlayır. Ki də həmçinin sadəcə mürəkkəb cümlənin tərkibində olduğuna görə özündən əvvəl mütləq şəkildə xəbər olmalıdır. Yəni cümlə üzvü kimi bu zaman bağlayıcı olur. Amma söz plus ki və yaxud da cümlənin sonunda gəlib ki təkcə olursa, bu zaman ədad mövqeyində çıxış edir. Ancaq xəbər olanda isə bu zaman bağlayıcı mövqeyində çıxış edir.